Bugün sizə sevgilimlə necə tanış olmuşamsa onu danışacağım. Yəni halsız olsam da bu videonu dünən çəkmişəm, amma bugün editləyib paylaşa bildim sizinlə. Keçək bizim hekayəmizə. Mən Kubada kollecdə oxuyurdum və biz orada tanış olmuşuq. Tanış olduqdan sonra o mənim nömrəmi tapdı və mənə yazdı. Lakin o məndən yazıb sevgisini etiraf eləyəndən sonra mən onu bloka atdım və yəni insafsızcasına onu 10 ay blokda saxladım. Allahın qismətidir ki, biz yenə bir-birimizlə qarşılaşdıq və mən ona bir şans vermək istədim. Bu müddətdə amma mən bunu ailəmə deyə bilmədim. Əvvəlcə ona güvənmək istəyirdim. Ona görə bir müddət, yəni təxmini 1-2 il sevgili olduqdan sonra onun sevgisinə, hörmətinə, yəni mən ona güvəndim və onu ailəmlə tanış eləmək istədim və elçi göndərdi mənim üçün. Beləliklə bizim hekayəmiz ailəmiz də öyrəndi. Düzdür, çox çətin oldu bizdə. Mən özüm ailəmə deyə bilmədim, bacıma dedim. O ailəmə dedi. Yəni məndən gözləmirdilər belə bir şey. 5 ay elçilik müddətindən sonra sevgilim Bakıda, mən Xaçmazda olduğuma görə biraz çətin oldu işimiz. Bu müddətdən sonra biz nişanlandıq və çox şükür ki, heç vaxt da peşman olmamışam nişanlandığıma. Video bitir. Mən də ona görə hekayəni burada sonlandırmaq məcburiyyətindəyəm. Sağ olun. Allah inşallah sevənləri qovuştursun.